Salam əziz abunəçilər. Çox saylı suallarınıza cavab olaraq belə video çəkməyə qərara verdim. Bugün hərbi müəssisələrə qəbul zamanı imtiyazlar və verilən güzəştlər haqqında suallara cavab verəcəm. Birinci növbədə hərbi məktəblərə qəbul zamanı valideynlərə və uşaqlara verilən imtiyazlar və təqaüdlər haqqında verilən sualların cavablarını vermək istəyirəm. Birincisi, hərbi liseylərə qəbul olan hər kəs bir dəfəlik valideyn tərəfinə 300 manat pul verilir. Ailə təqaüd 150 manatdır. Ailə başına görə, düz istəyəm, ailə təqaüdü 50 manatdır burada. 50 manatdır. Ailə üzvünə, yəni valideynlərə aylıq 100 manat ödəniş edilir. Bundan başqa hesabına oxuduğu müddətdə, yəni hərbi liseylərdə, yəni hərbi lisey müəssisələri bizdə Bakı şəhərində və Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev adına hərbi liseylərdə nəzərdə tutulur. 2 il müddətində yığılan pul onun vəsaitinə yığılır və qutardıqdan sonra istədiyi zaman onu xərcləyə bilər və yaxud da sonraki təhsilində yığımının davamını edir. Yəni, hərbi liseydən qəbul qutaran hər bir abituriyent və yaxud da kursant birbaşa olaraq Azərbaycan Respublikasının istənilən hərbi məktəblərinə qəbul olunurlar. Mülküdən gələn vətəndaşlara, abituriyentlərdən fərqli olaraq hərbi liseyləri qutaranlara güzəşt nəzərdə tutulur. Yəni, onların qəbul balları mülküdə gələn abituriyentlərdən fərqli olaraq götürülür. Hərbi liseylərdən sonra bu ildən etibarən Milli Müdafiə Universitetinə qəbul başlayır. Yəni, əvvəllər onun adı Ali Birləşmiş Komandanlıq Məktəbi, sonradan Heydər Əliyev adına Ali Hərbi Məktəb kimi qəbul olmuşdur. İndi isə Milli Müdafiə Universiteti kimi götürülür. Aylıq bir dəfəlik ödəniş 500 manatdır, valideyn ödənilir. Aylıq 150 manat, ailə üzvlərinə 300 manat pul verilir. 200 manat da onun öz şəxsi hesabına 4 il ərzində, 5 il ərzində yığılır. Hərbi kolleclər də yerləşir Azərbaycanda, Bakı, Naxçıvan və Gəncə şəhərlərində. Burada birbaşa olaraq 11-ci sinfi qutarmış və yaxud da hərbi xidmətdən qutarıb, sonradan özünü hərbi sahədə görmək istəyən hərbi kolleclərdir. Yəni, Bakı şəhəri, Gəncə şəhəri və Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi kolleclərdir. Hərbi kolleclərə bir dəfəlik ailəsinə görə 500 manat, aylıq 100 manat, ailə üzvlərinə 200 manat və özünün yığımına 150 manat pul verilir. Bunlardan başqa hərbi məktəblərdə dövlət tərəfindən gündəlik onların yeməyi və geyim forması ilə təmin olunurlar. Verdiyimiz suallardan biri də hərbi liseyə bu il imtahanı neçə baldır? Neçə baldır? Dedikdə, əvvəlki illərdən fərqli olaraq bu il bu buraxılış imtahanla birbaşa olaraq qəbul başlayır. Yəni, buraxılış balını minimum 100 bal kimi götürülür və yuxarıdan aşağı yerlər tutulduqca təyin olunacaq. Bakı və yaxud da Naxçıvanda fərq varmı sualına cavab olduqda Azərbaycan Respublikasının hərbi liseylərində fərq qoyulmur. İstəyir Naxçıvan, istəyir Bakı şəhəri. Yəni, belə bir formada qeyd olunur. Və nəhayət bir də suallar verilir ki, hərbi liseydən mən istədiyim məktəbə qəbul ola bilərəmmi? Bəli, Azərbaycan Respublikasının istənilən hərbi müəssisələrinə qəbul ola bilər. Bu, Müdafiə Nazirliyi tərəfindən və yaxud da sərhəd qoşunları, fövqəladə hallar və yaxud da milli təhlükəsizlik məktəblərində qəbul ola bilər. Bir şərtlər ki, hərbi liseyi müvəffəqiyyətlə bitirib və heç bir nöqsanı olmasın. Bu şəxslər istənilən dövlət müəssisələrinin hərbi məktəblərinə qəbul ola bilər. Təşəkkür edirəm.